Ya Rəbbim, mənə güc ver ki, ailəmə, qonşularıma, yaxınlarıma sevgi ilə cavab verə bilim. Sözün qəlbimdə olsun, qorxmayım. Amin. İsa Məsihin kimliyini biz biraz da dərinə gedib anlaya bilərik. Biz bilirik ki, Allah birdir. Mən inanıram ki, Allah təkdir. Ey İsrail, eşit, Rəbb Allahımız tək Rəbdir. Qanun 6:4. İsa Allahın kəlamıdır. İsa Allahın diri kəlamıdır. Başlanğıcda söz vardı, söz Allah idi. Yəhya 1:1. Söz bədən oldu, aramızda yaşadı. Yəhya 1:14. Allah onu oğlu adlandırdı. Allah İsa'nı öz oğlu adlandırdı. Bu mənim sevimli oğlumdur. Mən ondan razıyam. Matta 3:17. İsa ata ilə birdir. İsa dedi, mən və ata birik. Mən və ata birik. Yəhya 10:30. İsa dirildi və indi də yaşayır. Ölülərdən dirilməklə Allahın oğlu olduğu qüdrətlə elan edildi. Roma 1:14. Və biz İbranilər 13:5-ə baxa bilərik. Mən səni tərk etməyəcəyəm. Səni qoymayacağam. 13:5. Yəni hər vəziyyətdə kəlam deyir ki, səni tərk etməyəcəm, səni qoymayacağam təşrişdə qalasın. Sadəcə biz sözə güvənməliyik. Hər gün oxuduğumuz kəlam, yəni bizim həyatımızı qurtarır. Həm bizi ruhən möhkəmləndirir, həm də hücumlara qarşı qalxan qazanırıq. Məsələn, biz öz həyatımızda hər günlük dua planı hazırlaya bilərik. Bir kəlam götürə bilərsən. Yahya 3:16. Allah dünyanı o qədər çox sevdi ki, yeganə oğlunu verdi. Allah məni sevir. Ya Rəbb, məni məhəbbətinlə seçmisən. Qoy qorxum getsin və sevgi o yerə yerləşsin. Bu sözlər bizim həyatımızı qurtarır. Mən tək deyiləm. Yəhya 14:18-də. Deyir ki, səni yetim qoymayacağam, sizin yanınıza gələcəyəm. Rəbb İsa, sən həmişə mənim yanımdasan. Mən qorxmuram. Allahın kəlamı qalxandır. İbranilər 4:12. Allahın sözü diridir və təsirlidir. Rəbb sözünü qəlbimdə saxlayır. Hücum gələndə sarsılmıram. Şükürlər olsun. İzzət olsun ona. İsa mənim qurtarıcımdır. Mən yolam, həqiqətəm, həyatam. Yəhya 14:6-da deyir. İsa, mən sənin yolunda gedirəm. Mənim həqiqətim, həyatım sənsən. Mən Rəbdə güclüyəm. Məni qüvvətləndirən, Məsihdə hər şey edə bilərəm. Filiplər 4:13. Rəbb, mən zəif olanda gücüm səndədir. Mənim dayağım ol. Filiplər 4:13. Rəbb mənim qoruyucumdur. O məni qoruyur. Zəbur 23-də deyir, Rəbb mənim çobanımdır. Mən heç nədən korluq çəkmərəm. Rəbb mənim qoruyucumdur. O mənim yanımdadır. Buna əminəm. Mənə yer üzərində də, göylərdə də bir ailə verilib. Baxın, kəlam nə deyir? Qalatalılar 3:26. Biz hamımız imanla Allahın övladlarıyıq. Qalatalılar 3:26. Mən artıq səmavi bir aliyə malikəm. Rəbb, mən tək deyiləm. Mənim bacı qardaşlarım var. Mən sənin ailəndənəm. Şükürlər olsun, izzət olsun Rəbbimizə. Bu gözəl xeyirdanı bizə verdiyi üçün. Bizi dünyadan qoparıb, öz gücü ilə, öz qüdrəti ilə görünəni deyil, görünməyəni bizim içimizə qoyduğu üçün ona şükürlər edirik.
İsa'nın ismində və adında. Amin, amin, amin.